Salam. İndi gecə, daha doğrusu səhər saat şükür Allah tezdən durmuşam. Bu Namiq Çorba mahnısını da oxuyur. Bax. İndi bax, qurban olma Allah. Mahnıları Allah'ımız ona görə buyurur da ki, onu paylaşmışsan sonra azırlar cana, yəni deyil. Yəni ağzına gələn adam axı şeir qoşmuyor. Mesela qismətin buna da qol çəkir, sənin də qol çəkir olmaz axı. Çünki ya qismət məsələn deyib çağıranlar var, ya qismət. Görək də qismət nə olsa orada. Əvvəla qisməti də ilahlaşdırırlar. Ya qismət yox demək olmaz, heç şey ya da demək olmaz. Ya Allah demək lazım, ya İsa da demək olmaz. Allah'tan başqasını çağırmaq, onlar ayə var ki, Allah'ımız buyurur ki, məni çağırın, məni soruşan deyil ki, mənasını deyəcək, sözlərimiz. Deyil ki, mən onlara çox yaxınam, məni çağıran duasını qəbul edərəm. Yəni, çox gözəl daha arxada yenə ayələr var, kitab oxumağına var ki, bir Quran bizdə kitabdır da, qurban olmalı. Ömrümüzün axırına qədər, yəni biz məstər olan qədər oxumalıyıq, hər gün nəzərdə tutub. İndi bax, ya qismət deyirlər, ya qismət deyəndə qismətin özünü ilahlaşdırır. Halbuki bu olmayan, qismət nədir? Qismət odur ki, yəni ki, Allah təsdiqləyir və adama qismət olur. Adama məsələn, indi bunu çəkirəmsə, əlini verirəmsə, nə edirəmsə, bu mənə qismət olur. Allah təsdiqləyir deyə olur. Allah ne tür şeylər təsdiqləyir? Allah Teala bizə iradə azadlığı verir, seçim edir. Yəni ki, hamımızı cənnətə, cəhənnəmə getməyimizi və planında nədir? Cəhənnəmə salmaq? Yox. Yəni, Allah bizi deyir ki, insanı çox gözəl bir biçimdə yaratsın. Həqiqətən insan nə qədər dərrakəlir. Hətta mən psixiatriyada görürdüm. Belə əyri, xəstə olan əgər, elələrində 500 sənə olur, 100 xəstəni yox. Bərzaq nəysə, bərzaq da demək olmur olar. Adam biri gəlir, nəysə. Yəni ki, bundan qabaq paylaşmayalım sənə, ona baxdılar, başa düşəlim. Sonra, deməli, o 3-4 sənə bizə anadan əmələ gəl, anadan yəni doğulanda xəstə olan yəni adamlar var, yəni başında hansısa element çatmır beynində, yaxud deformasiya olur, beynini zədədə almaqdan. İndi o adamlar anadan gəlmə elə doğulurlar, ona görə ki, elmi inkişaf eləmir, elmi 0 dərəcədə. Yəni onlara qarşı fəaliyyət göstərir, Allahın ilk əmri oxudur. Onun qarşısı alınır, Allah xəstə uşaq yaratmır ki, bu onun qarşısı alınır, bir sözlə. Onları yəni Allah təsdiqləyir ki, onlar baş verir, yaranırlar. Pis qismətlər bizə nəsib olur, ona Allah bizə iradə, onu da deyir ki, bir cümlə ki, Allah bizə iradə azadlığı verir. Danışa bilirsən, danışmaq istəyirsən, Allah xəttinə də danışma, söndür, sağlıqlaşma, söndür.